Uşaqlar, salam aleyküm. Uzun bir aradan sonra yenə mən sıkıntı çıxardım. Yağış yağır burada, səsimi də bilmirəm, sizə nə tər gələ bilər. Açıqlayam, mikrofon falan götürməmişim. Anidən bu videonu çəkmə qərarı aldım. Tüfəng yola vurasan hamısı. Buyurun. Allah. İş olar, qarğat da havanın dəyişməyinə görə heyvanlar həssas olduğu üçün xəbər verir. Üstündə sarı köynəyi gördüyünüz kimi də, saçıma da gördüyünüz kimi cücə eləmişəm özüm, bildiniz. Ay bre, TikTok'da bir dənə cücə adlı bir dənə fenomen var, ama ona şeyin götürəcək elə, ay. Hər gün üstə qəbul oldum, komissiya qeydiyyatdan keçməyə gedəcəm. Ona görə gəlmişəm saçımı qırtdırmağa. Səhərləri komissiyamdır saat 9-da. Yağış nə qəşəng yağır, sərindir. Mən ləzzət edirəm bu havandır yağışı. Belə işlər. Uşaqlar, deməli rayondan gəldim. Evə tərəf gedirəm. Saçlar getdiyəsin. Ancaq belə də pisdir, belə də yaraşır. Əslində dediyim kimi belə bir video çəkmək fikri yox idi ağlımda. Yəni ümumiyyətcə stop verəcəkdim hər şeyə bir anda. Amma dedim ki, day belə bir video çəkim də ən azından. Yəni duyuruq yerə kanala video atma falan. Böyük ehtimalla bu kanalda son video olacaq. Hətta yəni vlog videosu kimi edib yayınlaya bilərəm, bilmirəm. Səhər gedəcəm Bakıya komissiyadan keçməyə. İnşallah da keçəcəm, yəni buna əminəm. Siz bu videonu izləyəndə artıq mən komissiyadan keçmiş olacağam və gün sayacağım. Belə işlər uşaqlar. Tək özündə işlər. Tbilisi Music Factory. Время нас приводит ни к чему. Твои крики типа я качусь ко дну. Постоянно находиться в этом напряжении. Но люди рядом, это твое отражение. Ты же так для меня чертовски мила. Твои губ касались меня вечно манит. Отделяет нас всего это расстояние. Baby, stop, baby, la la la. I'm a motherfucking real, baby, la la la. Baby, love me, love me, love me. Baby, love me, love me, love me. Baby, stop, baby, la la la. I'm a motherfucking real, baby, la la la. Baby, love me, love me, love me. Baby, love me, love me, love me. Deməli indi Bakıdayam. Birazdan gedəcəm komissiyadan bir dənə kağız qalmışdı. Bir dənə də kağız qalıb, psixoterapiya qalıb. Bir də son olaraq kapitan yəni nəzarət yetirəcək kağızlara o qalıb. İndi gedəcəm psixoterapiyadan keçməyə. O biri də qalacaq. Yəni dediyim kimi əslində belə bir video çəkmək fikrim yox idi. Burası dedim kanalın boş böyle bir tərzdə buraxmaq olmazdı. Yəni direkt buraxdım. Yəni az olsun 3-4 dəqiqəlik bir videolar, qısa bir vlog kimi çəkim paylaşdım. Bu videonun sonu nerede bitəcək, nə tər bitəcək bilmirəm. Amma nə bilmək ki, yəni bu videodan sonra kanalda bir də video yayınlanmayacaq. Çünki qardaşınız gelib onlara 2 illik yoxam. 2 il ərzində da indi olacaq, nələr dəyişəcək bilmirəm. Amma onu bilmirəm ki, hər yerdə gec bu kanala yenidən bir video yayınlanacaq. Bu videonun qapanışı deyil. Qapanışında görüşərik. Uşaqlar deməli YouTube kanalımın vlog çəkildiyimdə səhv eləmirəmsə son videosu. Oraya yeni bir səhnə əlavə olunur. Onun qardaşınız məzun olur. Bunun arxadan sancaqla belə vuruyduq. Qardaşınız məzun olur. Gedir indi məktəbə.
biraz bir boya. Belə işte. Səhnələrin dilini yaxşıdan bilmirəm dedim, məzun olduğumdan da görüntülər əlavə edirəm. Salam uşaqlar, sabah xeyir. Bu günləri ayın 18 iyun göz əməliyyatına gəlmişəm. Baxmayın mən. Əslində inanmıram içəridə vlog çəkməyə icazə verərlər. Prosta hal-hazırda əməliyyat mərtəbəsindəyəm və heç kim olmadığından rahatlıqca video çəkə bilirəm. Kamerada əgər düşsəm, böyük ehtimalla buradan çıxanda bu telefon mənim. Uşaqlar, yeni bir gündən yenidən hamınıza salamlar. Bu günləri ayın gözünüzüzdür. 28-dir, bu gün ayın 28-dir o. Mən bu videonu axırıncı dəfə səhv eləmirəmsə 18 iyun. Mən bu videonu axırıncı dəfə səhv eləmirəmsə 18 iyunda çəkmişəm. Yəni üstündən görür 10 gün keçib də. Bu video oradan ora atlayan səhnələrdə keçdi də. Yəni inanın vaxt olmadı da videonu bir vlog kimi çəkməyə. Buna bir vlog videosu kimi baxaq. Amma bunu vlog videosu olaraq çəkmirdim. Yəni xəbərdarlıq bir duyuru videosu kimi çəkəcəkdim. Amma da dedim qoy səhnələr içində böyle getsin də axış. Yəni video harda qırıldı da qısacası. İndi bu dəqiqə Federasiya uşaqları ilə bir yerdəyəm, İdman klubunda. Həm uşaqlarla bir yerdəyəm, oteldə. Ki Respublika döyüşü var da. Ki mənim qardaşım da burada Respublikada döyüşündə iştirak elədiyi üçün buradayam hal-hazırda. Ayın 30-u təzədən komissiyaya gedəcəm. Forma 7-ni doldurdum full. Amma komissiyaya bir edəcəm ki, bileti aldım. Bileti aldıqdan sonra isə vəsə. Bir də gözləyəcəm. Avqustda mən haçam telefonuma SMS gələcək ki, qəbul oldun ya da olmadın. Bilmirəm, inşallah olarıq. Ciddən çox böyük əziyyət çəkdim də, çox böyükdür, yəni elə belə yox. Gözümün əməliyyatından tut, yəni gözümün əməliyyatından tut, digər başqa problemlərə qədər. Ki Allah yəni şahiddir də, yəni faktik olaraq Azanda oxuyur. Çox böyük əziyyət çəkdim, amma inşallah bu əziyyətin qarşılığını alacağım. Yəni inşallah qəbul olaram, çünki elə belə əziyyət çəkmədim. Bu part 1, əslində bu videonu direkt belə yayınlayacaqdım. Amma dedim ki, yox, bunun part 2 səhnəsini çəkdim. Çünki vlogdan digər görüntülər də var. Məsəl üçün döyüş, Respublika döyüşünü etmişdim. Oradan video çəkişləri çəkmişəm. Ondan sonra komissiya haqqında sizə bəzi bilgiləri verəcəm ki, gələn il Hərbi Kollegiya Milli Müdafiə Universitetinə hazırlaşan uşaqlar götürüb örnək olsunlar. Yəni belə, əgər bu videonu bura qədər izləyibsənsə, kanala abunə olub, bildirimi aç ki, part 2 gələndə, həmin bu videonun part 2-si gələndə birbaşa xəbərdar olasan. Part 2-də yəni həmin universitet haqqında bütün məlumatları, yəni lazım olan, vacib olan məlumatları sizə verəcəm. Necə giriş olunur, nə qədər bal lazımdır, hamısını ikinci videoda deyəcəm. İndi isə bu birinci videonun sonu idi. İnşallah iyul ayının 2-si ya da 3-ü part 2-də çəkib yayınlayacağım sizlərə. İndi isə hələlik öpürəm sizləri, bu part 1-in sonuydu. Özünüzə yaxşı baxın. Lom kimi danışıram, bildiyim. Prosta üzürsən, yəni uzun müddət kamera qarşısında deyiləm. Həqiqətən də. Yaxşı da öpdüm sizləri. Öpüldünüz, sağ olun. Daimən qaçıram. Qaçıram deyəndə hara qaçacam, onu gedirəm duşa çinəcəm. Videonun da montajını qutarsınlar. Yayınlanacaq saat 3-ə ya da 4-ə, bilmirəm dəqiq. Baka.